Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita fəsil 18, mətn 19. Fəslin adı mükəmməl tərki dünyalıq və yaxud qurtuluş yolu. Azərbaycan sanskrit dilində moksha yoga, moksha qurtuluşdur, moksha yoga. Xoş gördük Bhagavad Gita'nın dəyərli dinləyiciləri. Bizim seminar mühazirəmiz davam edir Bhagavad Gita'dan. Bu Bhagavad Gita'nın sonuncu fəslidir, 78 beytdən ibarətdir. Krishna diye qədər dediklərin hamısını yekun olaraq tərki dünyalıqdan danışır və onun mükəmməlliyindən izah edəcək. Və biz bu fəslin sonuna gəp çatanda konkret olaraq geniş surətdə izah edəcək ki, mükəmməl tərki dünyalıq nədir? İndi Krishna onun elementlərini izah eləyə gedir Arjunaya. Yəni son sözünü deməyə, son sözünün fikrini deyəcək Arjunaya. Ona görə də mükəmməl tərki dünyalıq. Yəni insan həyatı dünyada ola tərki dünya olmaq qabiliyyətini özündən inkişaf elətdirmək üçün verilib bizə. Hələ dünyada ola. Dünyada ola, dünyanı tərk eləmək insanın ruhi dirçəlişinə səbəb olur. Amma insan tərki dünyalıq yoluna durmayanda, ancaq dünyaya bağlılığı özünə inkişaf elətdirəndə o özünə növbəti həyatını hazırlayır. Nə qədər bağlıyıqsa, o qədər də növbəti həyatımız gəlir. Yenidən doğulacağıq. Yəni mən dünyada ola tərki dünyalıq elementlərindən istifadə eləyib, dünyada ola dünyanı tərk eləməyə bacarmamışamsa, bu demək ki, mən kimdə çox güclü bağlılıq var dünyaya. Bağlılıq özünün onda da bir üzə verir ki, biz hətta bu və digər dini praktika ilə məşğul olanda onun dərdini çəkirik ki, görəsən öləndən sonra cənnətə girəndə mən yenə orada qohum əqrabalarımı görəcəm ya yox. Bu bizim nəyimizdən gəlir? Bu bizim həddindən artıq güclü bağlılığımızdan gəlir. Nə qədər biz bu dünyaya bağlıyıq. Bədənimizə və bədənimizə aid olanlara. Çünki ruhun yeganə bağlı olduğu obyekt bu Krishna'dır. Allah alə şəxsdir. Ona görə də bu bağlılıqlarla insan bir də burada doğulur, bir də burada doğulur, bir də burada doğulur. Düzdür? Çünki həyatını elə qurmayıb ki, tərki dünya olsun hələ yaşaya-yaşaya. Burada yaşaya-yaşaya. Bütün dini sistemlər də buna xidmət edir əslində. Bütün dini sistem. Baxın, dində yüksək məqama çatmış möminlər var ki, İslam dilində, Xristiyan dilində fərqi yoxdur. Onlar bu həyatın yaşaya-yaşaya biz görmüşük, görə bilərik ki, onların həyatlarını diqqətlə öyrənsəz görəsiniz ki, onlar dünyada yaşaya-yaşaya dünyadan tərki dünyaydılar. Heç nələr yox idi. O deyir, mən belə bir şey, Musa Peyğəmbər haqqında belə bir şey eşitmişəm. Fərqi yoxdur hansı Peyğəmbərdir. Deyirlər ki, Musa Peyğəmbər. Deyir ki, ölüm anı gəlib çatanda uzanır. Bunda bir dənə deyir, alaçığı var imiş ki, çox belə yalandan palandan düzəltmişdi. Yağış yağanda həmişə tökülürmüş suyun hamısı axıb tökülmüş evin içinə. Ölüm ayı gəlib uzanıbdır, belə başını da qoyub uzanıb, budu bədəni tərk edəcək. Bunun başına yığışanların içindən bir dənə ağzı göyçək çıxır. Bizim dildə belə deyirlər, ağzı göyçək. Və Peyğəmbərə bir də istehza ilə deyir ki, bu boyda Allahın Peyğəmbəri idin, bu da sən gör bir nətər vəziyyətdə ölürsən, hansı vəziyyətdə yaşayırsan da belə bir şeydir. Bu nədir belə? Başın, yəni yağış yağanda başına deyir, su tökülürmüş. Deyir, bu ölüm anında olan Peyğəmbər başını döşəkdən qaldırır belə yastıqdan. Buna baxır, deyir ki, mən bilsəydim ki, bunu onun üçün deyir, o özü bilirdi. Bunu biz, Peyğəmbərlər, imamlar, müqəddəs şəxsiyyətlər hər şeylə təlim verirlər. Hətta ölümləri ilə belə insanları öyrədirlər. Başını qaldırır, ona deyir ki, mən bilsəydim ki, sonu budur, heç bunu da tikməzdim özümə. Çox böyük fikir, çox böyük dərin məna, düzdür. Mən bilsəydim, deyir, sonu budur, heç bunu da tikməzdim. O bilirdi əslində. Arjuna kimi də böyük şəxsiyyətlər onlar bilirlər. Onlar hər şeyi yerdə qalan, əslində onun dediyi, onun o istehza elədiyi cahilə aid idi onun dediyi. Özünə aid deyildi. Bildiniz? İndi ona görə də deyir, Himalayda bir nəfər
mistik yoq yaşayır. Onun adı da yadımdaydı. Yadımdan çıxıbdı. Onun deyir Allah'tan bir xeyir duası var ki, bir kalpiyə onun bədənindən bir dənə tük düşür. Bədəni çox tüklüdür. Allah'tan ona bilən xeyir dua var ki, bədəni son tükü düşəndə sən bədəni tərk edəsən. Bunun bədənində bir kalpiyə düşür. Bir kalpiyə bilirsiniz neçə milyon ildir. Görətə yaşayır bu. Və onun şagirdləri var ki, dünyadan gedilər onun yanına nəsihət almağa. Günlərin bir günü bir dənəsi buna deyir ki, ustad, o da evi zadı yoxdur da, dağın üstündə yaşayır. Meditasiya ilə məşğuldur. Deyir, ustad, sən burada qar başıva yağır, günəş başıva yandırır. Nəsə bir şey dikək başı üstündə bir kırış əki qoyaq da. O da bunlara baxır, deyir, insan ömrü bu qədər qısadır, belə şeylərə vaxt itirmək olar bəyəm. Təsəvvürə gətirirsiniz. Şuur, ruhi konsepsiyada bərqərar olanda nə baş verir? Cür ruh əbədidir və onun nöqteyi nəzərindən burada milyon il bir dənə spışqıya belə qığılcıma bərabərdir. Ona görə də insan həyatı özündə tərki dünyaların inkişaf elətdirmək üçün verilibdir. Bhagavad Gita 18-ci fəsil 19-cu mətn. Gyanam karma chakartacha, gyanam karma chakartacha, tridhaiva guna bhadetam, tridhaiva guna bhedatam. Procyate guna sankhyanē, yadhavat chrinu tanyapi, yadhavat chrinu tanyapi. Beytin Azərbaycan ilə tərcüməsi. Maddi təbiətin üç qunasına müvafiq olaraq üç cür bilik, üç cür fəaliyyət və üç cür fəaliyyət icrası mövcuddur. Maddi təbiətin üç qunasına müvafiq olaraq üç cür bilik, üç cür fəaliyyət və üç cür fəaliyyət icrası mövcuddur. Arjuna, indi isə onlar barədə məndən eşit. Bhaktivedanta Swami Srila Prabhupāda'nın beytə qısa izahı. 14-cü fəsildə maddi təbiətin üç qunası müfəssəl surətdə izah edilmişdir. O fəslin adı da elə üç quna idi. Orada xeyirxahlıq qunasının nurlandırdığı, ehtiras qunasının materializmə, cəhalət qunasının isə tənbəlliyə və süstlüyə apardığı göstərilmişdir. Maddi təbiətin bütün qunaları əsarətin səbəbidir. Üçü də. Onlar insanı qurtuluşa aparmır. Hətta xeyirxahlıq qunasında olan insan da məhdudlandırılır. 17-ci fəsildə, bundan qabaqki fəsildə, müxtəlif qunaların təsiri altında olan cürbəcür insanlar tərəfindən yerinə yetirilən sitayiş növləri təsvir edilmişdir. Etiqadın növləri adlanırdı o fəsil. 17-ci fəsildə. Deyir ki, burada 17-ci fəsildə müxtəlif qunaların təsiri altında olan cürbəcür insanlar tərəfindən yerinə yetirilən sitayiş növləri də təsvir olunmuşdur. Bu beytdə Tanrı üç qunaya müvafiq olaraq müxtəlif bilik, müxtəlif icraçı və müxtəlif iş növləri barədə danışmaq istədiyini ərz edir Arjuna. Bu Bhaktivedanta Swami Srila Prabhupāda'nın hazırki beytə izahı idi. Bundan əvvəlki mühazirə seminarlarda bu barədə qeyd eləmişik. Üç qunanın təsiri altında. Üç quna. Quna keyfiyyət deməkdir. Həm də quna kəndir deməkdir. Quna həm keyfiyyət, həm də quna kəndir. Kəndir saç qadınlar hörəndə, ya kəndiri hörəndə üç ipi bir-birinə calaşdırırıq. Alınır saç. Üç dənəsini. Onlar çox güclü olurlar və ondan illüzor enerji maya bu üç dənəsi bir-birinə dolaşdırmaqla nədir? Canlı varlığı burada özünün nəyində, tələsində saxlayıb, bərk-bərk bağlayıb saxlayır. Bildiyi nədir? Ona görə deyirlər üç quna. Üç quna illüzor enerjinin, mayanın, Tanrının illüzor enerjisinin kəndləridir. Nəyin vasitəsilə o ruhi canlı varlığın əl qolunu burada neyinir? Bağlayır. Əl qolunu bağlayır və biz özümüz görə bilərik ki, necə bizi burada bədənimiz və bədənimizə aid olan məsələlər necə bizim burada əl qolumuzu bağlayıbdır. Hər kəs öz nümunəsində görə bilər.
Və biz bu bizi bağlanana bağlanmağımızı həyatımızın mənası kimi sayırıq. Bizi bağlayanın, bizi bağlayana bağlanmağımızı həyatımızın mənası kimi qoymuşuq. Ona görə də bütün həqiqətlərimizə, dəyərlərə, transendental dəyərlərə belə özümüzün bağlılığımızın prizmasından baxarıq. Müvəqqəti olana bağlanmışıq. Buna illüzor enerjinin verdikləri hamısı müvəqqətidir. Müvəqqəti olaraq kimsə mənim atamdır, kimsə mənim anamdır, kimsə mənim oğlum, qızımdır. Müvəqqəti də ölümə qədər, ölümdən sonra qutardı və salam. Amma biz onlara çox güclü bağlanmışıq. Çünki bağlanmaq bizim təbiətimizdir, ruhun təbiətidir, əzəldən kimi Allaha bağlıdır. Amma Allah yaddan çıxdığımıza görə özümüzü də unutmuşuq onu da. Ona görə bizim bağlılıq olmaq nəyimiz axı qalıbdır, keyfiyyətimiz. Əbədidir mənlə bir yerdə. Düzdür. Ona görə mən onu nə istifadə edirəm, bağlanıram, nə Tanrının özündən fırladıram, nə proyeksiya edirəm onun illüzor enerjisinin üstünə. Bağlanıram illüzor enerjim və onun nə bütün mənə təqdim elədiklərini. Ona görə bu illüzor enerjidə 3 qunadan ibarətdir. Şrila Prabhupada öz izahında deyir ki, maddi təbiətin bütün qunaları əsarətin səbəbidir. Bax, mən bunu demək istəyirəm sərdə. Və onlar insanı qurtuluşa aparmırlar. Hətta xeyirxahlıq qunasında olan insan da məhdudlandırılır. Biz demişdik ki, 3 qunanın içində, Krishna demişdi ki, 3 qunanın içində insanı qurtuluşa tərəf aparmağa nə verən? Tramplin rolu oynayır. Tramplin, yəni ayağı qoysan keçirsən, bax ona deyirlər. O qurtuluşu vermir. Amma o tramplin rolu oynayır, keçid rolu oynaya bilir. Xeyirxahlıq qunası. Hələ xeyirxahlıq qunasına gəlmək keçid rolu oynayır. İmkan verir ki, sən qurtuluşa tərəf gedəsən. Amma görünərək cəhalətlə ehtiras qunaları nə deməkdir? Ona görə də burada Şrila Prabhupada deyir ki, xeyirxahlıq qunası insanın nurlanmağına kömək eləyir. Nurlanmaq, yəni bilik əldə eləməyinə. Ehtiras qunası insanın materializmə qərq eləyir. Materializmin səbəbi nədir? Ehtiras qunasıdır. Yəni cisimdən o tərəfə heç nə bu maraqlandırmır. Bədənindən o tərəfə. Buna da ehtiras qunasıdır. Cəhalət qunası insanı tənbəlliyə və süslüyə aparır. Yəni bu nə deməkdir? Cəhalət qunası tənbəllik, süslük. Tənbəllik mənada cəhalət qunasında olan insanın nə maddi, nə də ruhi konsepsiyada canla başla görmək istədiyi iş yoxdur. O nə maddi konsepsiyada canla başla iş görər, nə də ruhi konsepsiyada. Xüsusilə də ruhi konsepsiyada. Bu cəhalətin əlamətidir. İndi bu qunaların təsirini biz 14-cü fəsildə izah elədik. 17-ci fəsildə Şrila Prabhupada da burada bir cümlə istədir ki, 17-ci fəsildə müxtəlif qunaların təsiri altında olan cürbəcür insanlar tərəfindən yerinə yetirilən sitayiş növləri də vardır. Və onu da biz 17-ci fəsildə izah elədik, dedik ki, insanın bu və digər etiqadının səbəbi onun təsiri altında, güclü təsiri altında olan qunasından irəli gəlir. Cəhalət qunasında olanın etiqadı bir cür olur, ehtiras qunasının təsiri altında olan etiqadı bir cür olur, xeyirxahlıq qunasının təsiri altında olan etiqadı bir cür olur. Orada demişdik ki, xeyirxahlıq qunasında olanlar mələklərə sitayiş eləyərlər, ehtiras qunasında olanlar Allahsızlara sitayiş eləyirlər, materialistlərə, Allahsızlara, cəhalət qunasında olanlar isə ruhlara və kabuslara sitayiş eləyirlər. Uyğun məqama da çatırlar. Xeyirxahlıq qunasına yüksəlməyi bacaranlar hələ mələklərə sitayiş. Mələklər nə üçün sitayiş edir? Cənnətə getmək üçün. Cənnətə getmək üçün. Çünki cənnət mələklərin ixtiyarındadır. Mələklər orada yaşayırlar. Cənnət planetlərində. Tanrı yox. Tanrı özünün əbədi dərgahındadır. Ruhi dünyada, transendental dünyada.
Amma cənnət mələklərin ixtiyarındadır. O yüzden bütün demonlar cəhənnəm planetlərində yaşayırlar, mələklər cənnət planetlərində. O yüzden demonlar həmişə mələklərlə onun arasında həmişə konflikt var ki, nədir? Demonlar cənnət planetlərini ələ keçirmək istəyirlər. Zorla, cürbücür, qırğınla, qiyamətlə, müharibələrlə, kainat səviyyəsində. Amma Tanrı mələklərin vasitəsilə bu və ya digər texnologiyanı, metodu, biliyi göndərir ki, siz buna əməl eləməklə cənnət planetlərinə geyib girə bilərsiniz. Mən sizə imkan verirəm. Bu da alınır səmavi dinlər. Səma cənnət deməkdir. Bu da xeyirxahlıq qunasına yüksələndə baş verir. Xeyirxahlıq qunasına yüksələndə. Xeyirxahlıq qunası 9 qapını, insanın bədəni 9 qapılı şəhərdir. 9 qapını biliklə təmin eləyəndə bərqərar olur. Bilik nə deməkdir? Mən ruhan bədən deyiləm. Bunu deyirlər bilik. Allah ali şəxsdir, mən onun əbədi xidmətçisiyəm. Bu biliyi insan 9 qapısını tətbiq eləyəndə o 9 qapıdan daxil olub çıxanların nəyin aparır? Analizini aparır ki, bu mənim ruhumun rifahındadır ya yox, Allaha xoş gedəndir ya yox. Onda insan bədəni xeyirxahlıq qunasına gəlir və belə insan şans əldə eləyir ki, Tanrıya yaxınlaşsın. Bu səviyyədə qalan ki, bundan o tərəfə inkişaf eləmək istəmirsə, bu səviyyədə qalanda insana cənnət planetlərinə göndərirlər, mükafatlandırırlar onu. Nə ilə? Elədiyi cəhdlərə görə. Müvəqqəti olaraq cənnət planetlərinə göndərirlər ki, onun bu cür əhval-ruhiyyəsi, yəni xeyirxahlıq qunasında zıkır pits olsun, yəni möhkəmlənsin, bərkisin. Bildiniz? Amma qunaların təsiri altında məsələlərin baş verməyi, hansı ki, indi birazdan Krishna nəyin? Biliyin, fəaliyyətin və fəaliyyət icraçısının qunaların təsiri altında olduğunu deyəcək. Hansı qunanın altında bu özünü necə biruzə verir? Sual oluna bilər ki, ne üçün bu qunaların bu qədər xarakteri vacib rol oynayır? Hansı qunada olmaq? Ehtiras qunasında olmaq, xeyirxahlıq və cəhalət qunasında. Bu qunalar müqəddəs kitabların, dini təlimlərin, dini ayinlərin, dini həyat tərzinin, sonra əxlaq məsələlərinin, sonra ictimai qayda qanunların, sonra dövlət qanunlarının, dini qanunların, bütün bunların hamısını canında olan bax bu 3 dənə qunadır. Səbəb də ne üçün belədir? Ne üçün ənənə bu cürdür? Ne üçün əxlaq qaydalar bu cürdür? Ne üçün bunlara əməl eləmək tələb olunur? Ne üçün dövlət bu və ya digər qanunlar tətbiq eləyir? Ne üçün müqəddəs şəxsiyyətlər, kitablar bu və ya digər qanunlar tətbiq eləyir? Qaydalar qoyur, çərçivələr, məhdudiyyətlər, qadağalar tətbiq eləyir. Ne üçün? Bax, bundan arxasında bax bu 3 dənə qunadır. 3 dənə quna. İnsanı bu qunalarda nə eləmək? İnsanın həyatını bu qunalarda nə eləmək? Regulirovat, tənzimləmək. Tənzimləmək, bildiyiniz nətər? Ne üçün? Ona görə ki, ehtirasla cəhalət qunası təhlükəli sayılır. Ne üçün? O ki, ehtirasla təhlükəli, ehtiras yaratmaqdır, cəhalət dağıtmaq. Yaratmaq heç bir nəyinə fikir vermədən yaratmağa həsr eləmək özü təhlükədir. Bu hökmən uyğun reaksiyalar gətirir insan həyatına. Çünki yaratmaq hələ əsas vermir ki, insan nə yaratdığını və nə üçün yaratdığını dəqiqliyi ilə bilir. O sadəcə olaraq yaratmağa həvəskardır və salam. Yaradır, tökür. Bu vaxtda fikir vermir ki, onun bu yaradıcılığı onun ruhi can adlı şəxsiyyətinə xeyirdir, yoxsa ziyandır. Bildiyiniz nətəri? Çünki o özünün ruhi can barədə olması barədə biliyi olmaq bu xeyirxahlıq qunasıdır. Ehtiras qunası olduğu kimi ki, onun bu cür biliyi yoxdur. Amma onun yaratmaq, törək, töhmək, belə qrup yaratmaq həvəsi vardı. Ona görə də onun biliyi olmadığına görə onun o qrup yaratdığının özünə xeyri və ziyanı olduğunu hesabatını özünə verə bilmir.
Buna görə belə insan yaradıcılığı onun başına bəla olur. Özünün də ətrafdakılarında. Bu hal-hazırda bu baş verir. İnsanlar nəsə yaradırlar, yarada yedirlər, yarada gedirlər. Amma soruşsan ki, bunları niçin yaradırsan? Siz görəsiniz ki, onun cavabından bili iyi gəlmir. Biliyin heç iyi də gəlmir. Yaradır da vəssalam da. Görəsiniz ki, onun dediyi ancaq sırf bədəninə aid olan söhbətdir. Sırf bədənə vəssalam. Bədənə aiddirsə, o demək ki, bunun biliyi yoxdur. Yox. Onca biliksiz adamın yaradıcılığı nə deməkdir? Biliksiz adamın yaradıcılığı onun özü üçün də, onun kimlər üçün yaradırsa, onun üçün növbəti etapda cürbəcür reaksiyalar deməkdir. Əks reaksiyalar. Gördünüz? Və bu yaradıcılıq biliyi olmadığına görə kainat qanunlarını pozmağa, hökmən pozmağa yönəldiyinə görə bu cür insan yaradıcılığı onu yavaş-yavaş tədricən aşağıya aparacaqdır. Aşağı həyat formalarına aparacaqdır. Çünki o qanun pozulduğuna yol verəcəkdir. Cəhalət qunası dağıtmaqdır. Cəhalət qunası dağıtmaqla məşğuldur. İnsan cahil olanda biliksizdir, tamamilə ehtirasda da deyil. Heç olmasa yaradıcılıqla məşğuldur. İnsan cəhalətdə olanda o dağıdıcı işlərlə məşğul olur. Dağıtmaq nə deməkdir? Dağıtmaq o deməkdir ki, bu qunanın təsiri altında olan insan, belə bir söz var bizim dilimizdə, ağına bozuna baxmadan dağıdacaqdır. Hər şeyi dağıdıcı fəaliyyətlə. Onun şuuru cəhalətin təsiri altındadır. Ona görə də o özünə hesabat vermədən, o özünə necə deyirlər, məsuliyyət daşımadan, fikirləşmədən ki, görəsən mən bu elədiklərim nəyə xidmət edir, o sadəcə olaraq dağıdıcı işlə məşğul olur. Elə fəaliyyət həyatda keçidəcək ki, o insanı daxildən birinci başlayaraq, daxildən dağıda gedir, məhv eləyə gedir. İnsanı daxildən dağıdır, bildiyiniz nətərim? Daxildən insanın sütununu, saxlayan insanın sütunu var. Nəyin üstündə insan durubdur, bütün həyatı, dəyərlər. Onu dağıdır, yavaş-yavaş insanın həyatı dağıla gedir. İnsan daxildən dağıtmaq, insanın mənəviyyatını dağıtmaq deməkdir. Birinci mənəviyyatı dağılır. Ondan sonra da mənəviyyat dağılanda deyirlər ki, bir şeyin mahiyyəti dağılanda onun zahiri özünə alt üst olub tökülüb gedir. Bildiniz? Məsələn, mahiyyəti itəndə zahirət həmən dəqiqə sökülüb dağılıb gedir. Görə insan mənəviyyat dağılanda insanın ömrü də gödəlir, boyu da balacalaşır, acizləşir, cılızdaşır. Bildiniz nətərim? Kiçilə gedir, tənəzzülə uğrur da insan. Bu demək ki, onun daxili mənəviyyatı dağılır. Bu da cəhalətdə olan insan fəaliyyəti dağıdıcı xarakter daşıyır. Dəyərləri dağıdır, sonra mənəviyyatı dağıdır, əxlaqı dağıdır. Sonra canım sizə desin, insanın sırf psixoloji durumunu dağıdır, sonra insanın fiziki durumunu dağıdır, cürbəcür uyğun gəlməyən sistemlə, qidalanma sistemi ilə. Bildiniz? Və o, bu cəhalət enerjisinin o qədər güclü təsir altında olur ki, cəhalət enerjisinin, dağıdıcı enerjinin. O, fəaliyyətindən əzz alır. O fəaliyyətini çox böyük, çox yüksək dəyərləndirir. Ona elə gəlir ki, çox dəyərli bir işlə məşğuldur. Çox vacib bir işlə məşğuldur. Bildiniz? Onu bu dağıdıcılıqdan aldığı həzz daha çox maraqlandırır, nəinki gördüyü işin nəticəsi. Nəinki orada insanın ruhi rifahı. Ruhi rifah onun maraqlıdır, çünki onun bu barədə biliyi yoxdur. Onun bu barədə biliyi yoxdur. Bildiniz? Bax, ona görə müasir sistem, hal-hazırda bizim yaşadığımız, qurduğumuz sistem cəhalət və ehtirasın çox güclü təzahürüdür. Cəhalət və ehtirasın. Ona görə çox vacibdir ki, həddindən artıq vacibdir ki, bildiyiniz nətərim? Biliyin ehtirasda, cəhalətdə və xeyirxahlıqda olduğu barədə insanın xəbəri olsun ki, ehtirasda olan bilik hansıdır, cəhalətdə olan bilik hansıdır, xeyirxahlıqda olan bilik hansıdır. Niyə görə? Çünki uyğun reaksiya gətirəcək o bir bilik.
ehtiraslı olan biliyin ona uyğun reaksiyası var. Cəhalətdə olan biliyin ona uyğun reaksiyası var. Xeyirxahlıqda olan biliyin ona uyğun reaksiyası var. Ehtirasda olan fəaliyyətin ona uyğun reaksiyası var. Cəhalətdə olan fəaliyyətin ona uyğun reaksiyası var. Xeyirxahlıqda olan fəaliyyətin ona uyğun reaksiyası var və s. Düzdürmü? Reaksiya uyğun olacaqdır. Ona görə də reaksiyanı, əksi reaksiyanı insanın ruhunun rifahına yönəltmək üçün, onu uyğunlaşdırmaq üçün insan biz fikir verməlidir, yaparım, analiz yapmalıdır ki, mənim bu fəaliyyətim bu saat hansı qunanın təsir altındadır? Mənim bu aldığım bilik hansı qunanın təsir altındadır? Bunun üçün Krishna danışır da bu qədər biliyi insan üçün. Ona görə yox ki, sadəcə olaraq müqəddəs kitabdır. Öpək, qəşəng, bahalı əskiyə bükək, qoyaq yuxarı polkuya. Ona görə yox. Bildiyi nətəri? Bəziləri müqəddəs kitabı öpürlər, qoyurlar gözlərinə, sonra bükürlər, qoyurlar polkuya. İçindəki nə yazılanlardan ondan xəbər yoxdur. Amma durub hərəkət eləyəndə onun içində yazılanlara 180 dərəcə əks hərəkət eləyir. Yox, onun üçün deyil. Onun üçün ki, sən onu oxuyasan, başa düşəsən, dərk eləyəsən, həyatıva tətbiq eləyəsən. Bildiyi nətəri? Bu mənada qunalar məsələsi deyilir ki, qunalar haqqında məsələ biliyiş, elm, xeyirxahlıq, ehtiras və cəhalət qunaları haqqında bilik, elm bu o dərəcədə vacibdir ki, həddindən artıq dərəcədə vacibdir ki, o insanın növbəti taleyini konkret olaraq müəyyənləşdirəcəkdir. Növbəti taleyimizi müəyyənləşdirir. Çünki Krishna 4-cü fəsildə deyir ki, Chaturvarnyam maya srishtam guna karma vibhagaşa. Chaturvarnyam maya srishtam guna karma vibhagaşa. Chaturvarnyam maya srishtam guna karma. Krishna deyir ki, mən gunasından və karmasından uyğun olaraq 4 tip insan yaradıram burada. Gunasını, deməli insanın növbəti doğuluşu onun ünsiyyətdə olduğu qunaya uyğun olacaqdır. Ünsiyyətdə olduğu quna ilə, hansı quna ilə təmasda olmuşsan. Yəni 9 qapından ağzın, qulaqların, gözün, burnun və s. Sən hansı quna aid olan qidaları içəri buraxmısan, çölə buraxmısan və bundan asılı olacaqdır sənin növbəti doğuluşun. Hansı quna ilə ünsiyyətdə olmuşsan, o qunada uyğun növbəti həyatında bədən alasan, həyat tərzi alasan, mövcudiyyət əldə eləyəsən, doğuluş əldə eləyəsən, ona uyğun. Cəhalət qunasının təsir altında yaşamısansa, hökmün növbəti həyatında heyvan bədən alasan. Ona görə də qunalar barəsində bilik həddindən artıq vacibdir. Həddindən artıq vacibdir ki, insan həyat tərzini düzgün qura bilsin, insan dünya görüşünü düzgün qura bilsin, insan özünün həyatın ali məqsədini düzgün qura bilsin. İnsan həyatın mahiyyəti, təyinatı, sonra mənası barədə düzgün məlumata əldə edə bilsin. İnsan özünün səyini, cəhdini, özünün istedadını, özünün son nəticədə özünün məhəbbətini, sevgisini düzgün istiqamətdə istiqamətləndirə bilsin. İnsan öz dəyərlərinə düzgün yer verə bilsin. Dəyərlər sisteminə, hansı dəyərlər sistemi vacibdir, hansılar 2-ci, 3-cü, 4-cü dərəcəlidir. Görürsünüz nə qədər ciddidir qunalar haqqında bilik. Ona görə də Krishna 14-cü fəsli, 15, 16, 17, 18 hamısı bunların hamısında qunalar ətrafında çox geniş söhbətlər eləyibdir. Qunaların vacibliyi. Qunaların vacibliyi insanın bu dünyada mövcud olanda, mövcud olduğu yerdə, bu və ya digər ənəniyə, bu və ya digər qaydalara, digər çərçivələrə əməl eləməkdə insanı neynir? Təmin eləyir. Bunu bilməyən insanlardır ki, bu şeyləri neynirlər? Vacib saymırlar həyatlarına. Bu cür biliyi olmayan insan nə əxlaq qaydalarına, nə milli adət ənənələrə, nə dini adət ənənələrə, nə ayinlərin icrasına, sonra nə ictimai qayda qanunlara o qədər də əməl eləmək şeyində olurlar, əhval-ruhiyyəsində onlar artıq bir şey kimi sayırlar. Belə insan, belə olanda insan, yəni qunalar haqqında biliyi olmayanda insan
Yani bu cür biliyi olmayanda, Krishna'nın burada Arjuna'ya dediği biliyi olmayanda, bile insan özünü, həyatını özü də bilmədən zorakılığa qurban verir. Həyata keçirdiyi zorakılığa qurban verir. Bilirsiniz nətər? Yoxsa Quran elmini açın görəsiz, İncil elmini açın görəsiz, Nizami Gəncəvi fəlsəfəsini açın görəsiz. Hər yerdə görəsiz dahilərin həyatında, dahilərin yazdığı özündən sonra qoyub getdiklərində. Tüm xüsusilə də Krishna Allah Ali şəxsin Bhagavad Gita qoyub getdi. Çox görəsiz ki, orada nə qədər cürbəcür nələr var. Cürbəcür qaydalar var, cürbəcür nələr var, nəsihətlər var, cürbəcür göstərişlər var, cürbəcür əmrlər var, cürbəcür qadağalar var, cürbəcür nələr var və s. Bunlar hamısı hökməndir. O yerdə ki deyilir ki, o yerdə ki məhdudiyyət, çərçivə, qadağa. Məhdudiyyət, çərçivə, qadağa yoxdur. O yerdə heç bir mədəniyyətdən söhbət gedə bilməz. Heç bir. Heç bir mədəniyyətdən. Orada heç bir mədəniyyət yoxdur. Mədəniyyət sözü çərçivə, qadağa və məhdudiyyət deməkdir. Çərçivə, qadağa, məhdudiyyət yoxsa heç bir mədəniyyətdən söhbət gedə bilməz. Bildiniz, bugünkü gündə biz bunu görürük ki, dünyaya necə Avropa öz iradəsini diktə eləməyə çalışır. Amma onların öz həyatlarına baxsaq nə görəcəyik? Orada heç bir çərçivə, qadağa və məhdudiyyət görməyəcəyik. Bildiniz nətərim? Bildiniz? Və bunun adını özbaşınalığın adını azadlıq qoyubdur. Özbaşınalıq nə deməkdir? Özbaşınalıq başqalarının haqqını tapdalamaq, onlar üzərində zorakılıq eləməklə əldə olunan azadlığa deyirlər. Bildiniz? Bunun da səbəbi quna, bax Krishna burada dedi. Yəni bizim burada oxuduğumuz Bhagavad Gita'dan bu söhbətlərin hamısı quru fəlsəfə deyil ha. Bunun hamısı bizim yaşadığımız həyatın hər anının fəlsəfəsidir. Hər anının nə idi? İnstruksiyasıdır. Hər anının. Bizim giydiyimiz paltarın, yediğimiz yeməyin, baxdığımız kinonun obrazın, filmin yaxud nəyinsə, eşitdiyimiz musiqinin, həyata keçirdiyimiz fəaliyyətin, düşündüyümüz fikirlərimizin, həyata keçirdiyimiz münasibətlərin hamısının instruksiyasıdır. Hər anda, özdə hər anın instruksiyasıdır. Bildiniz nətəri? Hər anın. Hər an mən bu saat, çünki niyə? Hər an bizim ağlımız aktivdir. Hər an bizim düşüncələrimizdə nəsə baş verir. Hər an biz bu və ya digər situasiyayla rastlaşırıq. Hər an. Hər an biz özümüzdən, ətrafından müəyyən bir münasibət həyata keçirdirik. Düzdürmü? Və burada və bu vaxtı bizim elədiklərimizin hamısının hökmən reaksiya gətirdiyi faktdır. Yəni bu bilikdir ki, düşüncələrimiz bizə belə reaksiya gətirir. O da olsun ki, nitqimiz və əməllərimiz düzdür. Və bunların hamısı bilavasitə bizim Krishna'nın burada danışdığı bax quna anlayışı ilə bilavasitə əlaqədardır. Elə belə deyil, söhbət eləyib biz burada 3 quna. Maddi təbiətin 3 qunasına müvafiq olaraq 3 cür bilik, 3 cür fəaliyyət, 3 cür fəaliyyət icrası mövcuddur. İndi isə bunlar barədə dinlə. Krishna elə belə Allah Ali şəxs vaxt itirir bizim üçün. Elə belə söz demək xatirinə söz deyir, belə boş-boş danışır. Krishna Allah Ali şəxsdir. O hər dediyi hər fikrin vacibliyini, dərin vacibliyini insan üçün bilir və ona görə onları deyir Arjuna. Arjuna'nın da timsalında bizlərə diqqət eləyin. Bura? Diqqət eləyin. Sənin deyir ki, bizim əşi deyib əli eləməyimiz bizim bundan sonra elədiklərimizin əks nəticələrindən azad eləmir bizi. Bildiniz? Əşi dedin, əli yellədin, getdin. Gedirsən, bundan sonra elə. Amma sən əşi deməyinə sənin üzərində qanunun hökmü öz qüvvəsini itirmir. Heç bir qanun öz qüvvəsini itirmir. O qanun öz qüvvəsindədir və sən o əşiyə uyğun da reaksiya alasın. Hökmən. Sübut hal-hazırki həyatımız. Hal-hazırki həyatımız sübutdur ki, bizim bundan əvvəl həyatımız olubdur. Hal-hazırki həyatımız sübutdur ki, bizim bundan əvvəl həyatımız olubdur. Və əgər bizim bundan əvvəlki həyatımız olmamıza indiki həyatımız sübutdursa, bu məntiqi deyilmi ki, bu həyatımız da bundan sonrakinin səbəbidir. Əlbəttə ki, məntiqdir bu. Ona görə də karma qanun ötəri
Əsaslənir. İndiki keçmişin nəticəsi gələcəyin səbəbidir. Bu deyil karma qanunu. Və bu bizim Gunalar barəsində Krishnan biliyin, bax belə bir dənə var. Nə deyir? Mənası var. Gunalar barəsində. Deyir ki, sənin hansı qunanın təsiri altında düşünməyi, fəaliyyət həyata keçirməyi, iş icra eləməyindən asılı olaraq sənin növbəti həyatı gözləyir. Hansı quna ilə ünsiyyətdə olasınsa, hansı quna ilə daha çox təmasda olasınsa, o quna uyğun bədən olasın. Bütün canlı varlıqlar, heyvanat, filan məkan cəhalət qunasına əsasən bilirsizdirlər ona görə. Yəni cəhalət qunası ilə təmasda olasınsa, səni göndərəcəklər nə? Heyvan bədənlərinə. Heyvan bədəninə. Bildiniz? İhtiras qunasındasansa burada doğulasan. Təzədəndən bir də burada doğulasan. İnsan bu və ya digər insan bədənində uyğun reaksiyalarla. Xeyirxahlıq qunasında bərqərar olursansa, səni yuxarı planet sistemlərinə göndərəcək, cənnət planet sistemlərinə. Və bu faktdır. Bu faktdır, bilirsiniz nədir? Ona görə də insanın, Şrila Prabhupada deyir ki, insanın ibadəti, dini ibadəti də elə, bax bu qunalara uyğundur. İnsanın bu və ya digər dini ibadəti, bu və ya digər etiqadı, bu və ya digər inancı da buna uyğundur. Ona görə də biz görə bilərik ki, məsəl üçün, cəhalət və ehtirasın təsiri altında olan insanın dini təsəvvürləri, ilahi təsəvvürləri, danışanda, söhbət elində görsən ki, necə uyğun gəlir. Onun qunasına uyğun danışır, öz qunasına uyğun danışır. Xeyirxahlıq qunasında olan insanın dini təsəvvürləri, ilahi təsəvvürləri, həyat barəsində, ölümdən sonra həyat barəsində təsəvvürləri başqa cürdür. İhtiras və cəhalətin təsir altında olan ki, başqa cürdür. Fərqlənirlər bir-birindən. Eyni səviyyəli bilik deyil. Yəni, burada çox güclü səviyyə var. Ona görə də Krishnanın indi bu 18-ci fəsildə uzun, bütün fəsil boyu Krishna bu qunalar anlayışını çox ciddi şəkildə izah edəcəkdir. Çox ciddi şəkildə izah edəcək ki, qunalar nə deməkdir? 20-ci mətndən başlayacaq. 20, 21, 22, 23 Krishna. Bax, burada dediklərinin müxtəlif qunalarda təzahürün deyəcək. Və biz, əsas məsələ nədir? Əsas məsələ odur ki, biz Krishnanın dediklərini özümüzdən keçirdib duymalıyıq. Bildiniz, duymalıyıq ki, mən bu saat Krishnanın dediklərinin hansına uyğun gəlirəm. Bu saat hal-hazırki durumumda, vəziyyətimdə. Bu saat mənim üzərimdə hansı quna hökmranlıq edir. İnsan özünü hiss eləməlidir. Duymalıdır. Nə ilə Krishnanın qoyduğu xarakteristikalara uyğun? İnsan hiss eləməlidir ki, mənim bu saat üzərimdə xeyirxahlıq qunası hökmranlıq edir. Yoxsa mənim bu saat üzərimdə itiraz qunası hökmranlıq edir. Yoxsa mənim üzərimdə bu saat cəhalət qunası hökmranlıq edir. Və onu hiss eləməlidir, düzdür? Və ona uyğun da nəticə çıxardırsan. İndi mən özümü necə aparım? Məqsəd də odur ki, özü yüksəldəsən xeyirxahlıq qunasına. Məsələn, Quran-ı Kərim elmində Peyğəmbər sallallahu qoyduğu qaydalar, müqəddəs şəxsiyyətlərin, imamların, peyğəmbərlərin, Həzrət Buddanın və s. müminlərin, müdriklərin qoyduğu qaydaların hamısı məqsədi nədir? Bu qunanı dəyişməkdir də. Cəhalət qunasından etiraz qunasına, oradan da xeyirxahlıq qunasına yüksəlməkdir ki, insanın əlində şansı olsun ki, o, necə deyirlər, sözün əsəl mənasında bilik əldə eləsin. Hər bütün dəyərlərin həqiqisini, biliyin o demək ki, sən bütün dəyərlərin həqiqisini illüzor olanından seçmək qabiliyyət əldə bildiniz. Bu mənada Krishnanın dedikləri bu qunalarla keçirtməyi çox ciddi bir mövzudur. Həddindən artıq ciddidir. Və bu 18-ci fəsil boyu Krishna hələ qunaların təsiri altında çox dəyərləri açıqlayacaq, xırdalayacaqdır. Bildiniz. Bura görə Krishna bu başdan Arjuna bu başdan özünün xəbərdarlıq kimi qoyur. Prabhupada öz izahında son cümləni nətə bitirir. Deyir ki, bu beytdə hansında maddi təbiətin üç qunasına müvafiq olaraq 3 cür bilik, 3 cür fəaliyyət və 3 cür fəaliyyət icrası mövcuddur. Arjuna, indi isə onlar barədə məndən eşit. Şrila Prabhupada deyir, bu beytdə Tanrı
Üç qunaya müvafiq olaraq müxtəlif bilik, müxtəlif icraçı və müxtəlif iş növləri barədə danışmaq istədiyini Arjunaya ərz eləyir. Ki bundan sonra indi danışacağım. Arjunan hazırlayır da, hazır ol. İndi bu saat görsən nələr danışacağım. Mən burada dayanıram Bhagavad Gita'nın dəyərli dinləyicilərim. Bundan sonra 20, 21, 22, 23 burada müxtəlif qunaların təsiri altında müxtəlif dəyərlər, məsələlər necə təzahür eləyir. Yəni nələrini, əlamətlərini Krishna izah edəcək. Biz də baxacağıq. Kimi sual olsa buyursun. Tanrı mərhəmət sayəsində çalışıram izah edeyim. Hare Krishna.